Ətrafımızdakı səs-küy heç vaxt olmadığı qədər yüksək hiss olunur. Hər yerdə tərəf tutmağa, xətlər çəkməyə çəkən güc var. Lakin səs-küyün altında dərin bir arzu yatır. Sülhdə yaşamaq, aid olmaq, məna tapmaq arzusu. Bəs nə edək? Geri çəkilək, müqavimət göstərək, tərəf seçək. Yoxsa başqa bir yol mövcud ola bilər. Sadə bir həqiqətdən başlayan. O həqiqət ki, heç bir özgə yoxdur. Birinin ağrısı hamının ağrısıdır. Birinin ümidi hamıya aiddir. Hər yerdə insan qrupları biz anlayışının dairəsini genişləndirirlər. Hansı hekayənin bir hissəsi olduğunuzu bilməsəz, nə etməli olduğunuzu bilə bilməzsiniz. Və Həzrət Bəhaullahdan əldə etdiyimiz bəsirət budur ki, biz bəşəriyyətin yetkinləşməsi hekayəsinin bir hissəsiyik. Yeni hekayə formalaşır. Sakitcə, səbirlə, birlikdə. Bir-birimizlə zorakılıq döngülərini bəsləməyən əlaqələr qurmağın müxtəlif yollarını tapmalıyıq. Biz icma hissini möhkəmləndirməliyik. İnsanlar həyatda problemlər qarşısında gücsüz qalan, təcrid olunmuş fərdlər kimi deyil, birlikdə hərəkət etməyi öyrənir, birgə fəaliyyət göstərirlər. Bu qədər maddi və emosional dağıntının arasında biz həmçinin parlaq bir şeyə şahid olduq. Böhran bir çoxuna fərdiyyəçilik vərdişlərini bir kənara qoymağa imkan verdi və əsl qarşılıqlı dəstək göstərmə qabiliyyətimizi üzə çıxardı. Fəlakətlərin adətən insanlarda yalnız şəxsi maraqlar üzə çıxardığını düşünmək asandır. Biz isə bunun əksini gördük. Səxavətlik hər yerdə idi və bu bizə böyük ümid verdi. Sınaq anlarında üzə çıxan şey gündəlik həyatda kök salan eyni xidmət ruhudur. Birlikdə xidmət etməyi öyrənmək vərdişi. Xidmət göstərən, düşünən və öyrənən bir gənc eyni ruhu həyatın hər bir sahəsinə daşıyır. Gəncləri həyatın digər mərhələlərindən fərqləndirən onların cəsarəti, çevikliyi və enerjisi, həmçinin sosial dəyişiklik yaratmaq istəyidir. Təlim-tərbiyə daha nəcib olmağı, necə incə olmağı öyrənmək vasitəsidir. O bizə bilik, empatiya, etibar vasitəsilə sülh yaradanlar olmağı öyrədir. Uzlaşma, xidmət, münasibətlər və dəyərləri mərkəzə qoyduğunuz zaman birdən həqiqi təbiətimiz canlanır. Bu gənclər üçün onların peşələri xidmət sahələrinə çevrilir. Burada elm və dini iki ahəngdar bilgi yolu kimi qəbul edirlər. Bilirsiniz, ən mühüm olan budur ki, insan varlığının həm maddi, həm də ruhani olduğunu və sağlamlığın hər iki cəhətə təsir etdiyini dərk etdikdə, peşəmizdəki meydan oxumalara, yanaşmanın yeni yollarını görməyə başlayırıq. Meydan oxumalar peyda olanda artıq bundan necə qaça bilərəm deyil, biz bunu birlikdə necə qarşılaya bilərik deyə soruşurlar. Cəmiyyət bizi olduqca fəaliyyətçi şəkildə formalaşdırır. Amma düşünürəm bəzi yerlərdə bu mədəniyyət dəyişməyə başlayır. İnsanlar əməkdaşlıq elədikcə çox şey əldə edə bilər. Bu yeni bir şuurun formalaşdığını göstərir. Hər bir insanla birlikdə yola çıxan bir icma hissi. Biz nə qədər ətrafa yönəlib başqaları ilə birlikdə çalışsaq, ortaq bəşəriyyətimizin mənasını bir o qədər dərindən dərk edərik. Ailə təsəvvürləri də dəyişilir. Tək-tənha ev təsərrüfatları kimi deyil, çiyin-çiyinə xidmət göstərən, bir-birini dəstəkləyən bir şəbəkə kimi. Onlar birlikdə qərar verirlər və bir-birini bərabər şəkildə dəstəkləyirlər. Bu modellər həmçinin evdən kənar xidmətə təsir göstərir. Qonşular üçün çox ruhlandırıcı olur ki, ata yalnız pul gətirən və ya maddi təminatı təmin edən biri kimi deyil.
həm də həyat yoldaşı ilə birlikdə uşaqlarına mənəvi dəyərləri öyrətməkdə şəxsən iştirak edən bir insan kimi görülür. Ailəmizdə birlik olduqda biz icma yarada bilərik və icmada birlik və sevgi olduqda ancaq ondan sonra onun işığı bütün dünyaya yayıla bilər. Formalaşan şey əməkdaşlıqdan daha çoxdur. Etiketlər yox olmağa başlayır. Vacib olan daha yaxşı dünya qurmaq üçün müştərək arzudur. Kimlik haqqında danışdıqda ağla gələn bizim etnik mənşəyimiz, milliyyət, din və ya cinsiyyətimizdir. Amma bizim başa düşməyə başladığımız odur ki, biz bu məhdudiyyətləri aşan nəcib kimliyə malikik. Bugünkü bölünmələrin mərkəzində kimlik böhranı durur. Bəhai təlimləri başqa yol təklif edir. Bəşəriyyəti bir ailə kimi görən ruhani kimlik. Birliyi yetişdirmək üçün liderliyin özü müqəddəs əmanət, təvəzzökar xidmət aktı kimi yenidən konseptuallaşdırılır. Çox vaxt rəqabəti tərəqqi üçün zəruri hesab edirik. Amma bu bizə yanımızda olan başqalarının rifahına kömək eləməyə ilham verirmi? Bu forum kəndlərimizin həm ruhani, həm də maddi inkişafını dərindən düşünmək və müzakirə eləmək üçündür. İnsanlar harda toplaşıb öyrənir, qərar verir və qrup yaradırlarsa, orada özlərinin irəliləyişin ortaq hekayəsində əsas protagonistlər kimi kəşf edirlər. Bəhai icmasının gender bərabərliyi və ədalətə çağırışı bütün insan varlıqlarının daim irəliləyən sivilizasiyanı irəli aparmaq üçün yaradıldığı və gender bərabərliyinin sülh üçün ön şərt olduğu inancına əsaslanır. Bir sıra qadın kömək eləməyə çox həvəsli idilər və dedilər ki, kənddə orta məktəbin yaradılması üçün əllərindən gələni edəcəklər. Bu layihə bir çox insanı torpaqla yenidən əlaqə qurmağa və əkib becərməyin sevincini yenidən kəşf eləməyə ruhlandırmışdı. Rend our souls joyous and happy through thy glad tidings, O Lord. Bunlar əmin-amanlıq sığınacaqlarıdır. İnsanların əməkdaşlıq vasitəsilə öyrəndikləri yeni həyat nümunələrinin işartıları. Milli Bəhai ibadət evi icma üçün ümid mayakı kimi xidmət edəcək. Hər kəsi toplaşmağa, dua etməyə və birlikdə yaşamağa dəvət edəcək. İncəsənət festivalları insanların, həm dostların, həm də yadların səxavətliliyinə inamını gücləndirir. İncəsənətin insanlar arasında əlaqələr yaratmaq üçün böyük gücü var. İbadət evindəki atmosfer sizi ümidlə doldurur. Bu əmin-amanlıq sığınacaqlarını qurmaq bir çox nəsillərin səylərini tələb edəcək. Bu nəsillərarası səylər Bəhai dininin doğulduğu torpaqlarda ən təsirli ifadəsini tapır. Bu proses 150 ildir davam edir. Yalnız tam mənzərənin meydana çıxması ilə geriyə baxıb deyə bilərik ki, onlar bu icmaları qururdular. Qadınların daha səmərəli ola bildiyi, uşaqların təhsilinin icmanın mərkəzi məsələsinə çevrildiyi, əməkdaşlıq və məşvərət əsasında qərar çıxarmanın əsas yer tutduğu bir mühit yaradırdılar. Bunları bəsləmək planlardan və ya proqramlardan daha çox şey tələb edir. Bu ürəkdə başlayır. Hər dəfə bura gələndə sanki sülhü, sevinci və məhəbbəti hiss etməyin nə demək olduğunu yenidən xatırlayıram.
Başqalarına baxanda heç kəsi yad görmədikdə, yolumuza çıxan hər kəsə qarşı qəlbimizdə mərhəmət arulandıqda, daxilimizdə nəsə dəyişir. Sevinç varsa ümid də var. Ümid sənə sevinç tapmaqda kömək edir. Bu məkanın gözəlliyi də elə bundadır. Müxtəlif insanlar bir araya gəlir. İnsanları sülh naminə birləşdirmək üçün. Aramızdakı məsafələr yox olur. Və bir vaxtlar fərqlərin dayandığı eyni torpaqda əl-ələ verməyi öyrənirik. Həzrət Əbdülbəhanın həyatında dostla yad arasında heç bir ayrılıq yox idi. İndi isə onun məqamı ucaldıqca, bu məkan aidiyyət və ortaq məqsəd hissinin bəsləndiyi mühitlər yaratmaq üçün incə bir dəvət kimi dayanır. Burada Yahudilər, Ərəb müsəlmanlar, Ərəb xristianlar, druzlar var və hamısı eyni dam altında bir araya gələrək ahəng içində çalışır. Təkcə öz münasibətlərində onları gücləndirən deyil, həm də məqamın özündə təcəssüm olunan vahid baxış yaradan bir mühit formalaşdırırlar. Bəşəriyyətin hekayəsi tənəzzül deyil. Oyanış, yetkinləşmə hekayəsidir. Hər xidmət aktı vasitəsilə, hər anlayış jesti vasitəsilə bəşəriyyətin birliyi daha aydın görünür. Sakitcə, səbirlə, birlikdə.